aparılan bütün təkamülçü cəhdlərin hamısı uğursuzluqla nəticələndi. Təkamül nəzəriyyəsinin məşhur müdafiəçilərindən olan geokimyaçı professor Jeffrey Bada, təkamülçü ədəbiyyatın qabaqcıl nəşrlərindən olan Örz jurnalının 1998-ci il fevral nüsxəsində bu həqiqəti belə ifadə edir. Bugün 20-ci əsri geridə qoyarkən, hələ də 20-ci əsrə qədəm qoyduğumuz zaman mövcud olmuş ən böyük problemlərlə qarşı-qarşıyayıq. Həyat yer üzərində necə başladı? Təkamül nəzəriyyəsinin ən böyük problemi canlı hüceyrəsinin təsadüflərlə açıqlanması mümkün olmayan mürəkkəb və mükəmməl tərkibi olmuşdur. Bütün canlılar 1 millimetrin yalnız %1-i ölçüsündə olan bu hüceyrədən meydana gəlir. Bəzi canlılar yalnız bir tək hüceyrədən təşkil olunur. Ancaq bu tək hüceyrənin belə son dərəcə mürəkkəb tərkibi vardır. Həyatını davam etdirə bilməsi üçün lazım olan mürəkkəb funksiyalara, hətta hərəkətini təmin edən kiçik mühərriklərə sahibdir. Darwinin yaşadığı dövrdə hüceyrənin bütün kompleks tərkibi elmə məlum deyildi. O dövrdə ibtidai mikroskoplar altında hüceyrə yalnız sadə və bəsit bir ləkə kimi müşahidə edilirdi. Ancaq 20-ci əsrin ortalarında istifadə olunmağa başlanılan elektron mikroskoplar canlı hüceyrəsinin heç bir şəkildə təsadüflərlə izah edilməyəcək dərəcədə mürəkkəb və nizamlı bir tərkibə malik olduğunu meydana çıxardı. Canlı hüceyrə bir-biri ilə ahəng içində işləyən minlərlə kiçik parçadan təşkil olunur. Obrazlı desək, hüceyrələrin içində enerji stansiyaları, fabrik kompleksləri, nəhəng informasiya mərkəzi, depo sistemləri və inkişaf etmiş rafinasiya sistemləri vardır. Hüceyrə qabığında isə hüceyrə giriş-çıxış nəzarətini həyata keçirən ağıllı qapılar vardır. Hüceyrənin öz həyatını davam etdirə bilməsi üçün onda bu sistemlərin hamısının eyni anda mövcud olması labüddür. Bu qədər iç-içə keçmiş və qarışıq bir sistemin təsadüflərlə meydana çıxması isə mümkün deyildir. Bugün hətta ən inkişaf etmiş laboratoriyalarda belə cansız maddələri bir yerə toplayaraq canlı hüceyrə istehsalı mümkün deyildir. Belə ki, bu işin mümkün olmadığı üzə çıxmış və cansız maddələrdən hüceyrə istehsalı işinə bir dəfəlik son qoyulmuşdur. Təkamül nəzəriyyəsi isə insanın bütün ağlı, biliyi, texnoloji nailiyyətləri ilə istehsalını bacara bilmədiyi bu sistemin təsadüflər nəticəsində öz-özünə meydana gəldiyini iddia edir. Məşhur İngilis riyaziyyatçısı və astronomu Professor Fred Hoyle bunun mümkünsüzlüyünü belə bir bənzətmə ilə izah edir. Təsadüfən bir canlı hüceyrəsinin meydana gəlməsi bir metal yığınına qasırğanın təsiri nəticəsində sovrulan parçalardan təsadüfən bir Boeing 747 təyyarəsinin əmələ gəlməsi qədər qeyri-mümkündür. Müasir biokimya elmi yalnız hüceyrənin deyil, hüceyrə nüvəsində mövcud olan DNT molekulunun da mükəmməl bir quruluşda olduğunu göstərdi. DNT molekulunun qarışıq tərkibi və mükəmməl quruluşu 1955-ci ildə James Watson və Francis Crick adlı iki alim tərəfindən kəşf edildi. Bu kəşf DNT-nin əvvəl təxmin edildiyindən də çox qarışıq quruluşa və kompleks sistemə malik olduğunu göstərdi. Bu kəşfi səbəbilə Nobel mükafatı alan Francis Crick təkamül nəzəriyyəsi tərəfdar olmasına baxmayaraq DNT kimi kompleks bir tərkibin təsadüfən meydana çıxmasının mümkün olmadığını etiraf etmək məcburiyyətində qalmışdı.
DNT hər bir canlının hüceyrəsinin nüvəsində yerləşən nəhəng molekuldur. Canlının bütün xüsusiyyətləri bu spiral şəkilli molekulda şifrələnmişdir. Gözümüzün rəngindən, daxili orqanlarımızın quruluşuna, hüceyrələrimizin şəkil və funksiyalarına qədər hər cür informasiya DNT-dəki gen adı verilən hissələrdə proqramlaşdırılmışdır. DNT şifrəsi 4 müxtəlif molekulun düzülüşündən əmələ gəlir. Bu molekulların hər birini bir hərfə bənzəsək, DNT-ni 4 hərfli bir əlifbadan təşkil olunan məlumat bankı kimi qəbul edə bilərik. Bədənə aid olan bütün məlumatlar bu məlumat bankında saxlanılmışdır. DNT-dəki məlumatları kağıza köçürsək, bu məlumatlar təqribən 1 milyon ensiklopediya səhifəsi böyüklüyündə bir yer tutar. Bu isə dünyanın ən böyük məlumat toplularından biri olan Britaniya ensiklopediyasından 40 dəfə böyük bir ensiklopediya həcmində olardı. Amma bu inanılmaz dərəcədə nəhəng məlumat millimetrin %1 hissəsi qədər olan hüceyrəmizin ondan daha kiçik olan nüvəsində qorunmaqdadır. Bir çay qaşığına sığa biləcək həcmdə olan DNT zəncirinin bugünə qədər yer üzərində nəşr olunmuş bütün kitablardakı məlumatı saxlaya biləcək həcmdə olduğu hesablanmışdır. Əlbəttə ki, belə möhtəşəm bir tərkib öz-özünə təsadüfən meydana gələ bilməz. Bütün canlıların əmələ gəlməsini təsadüflərlə izah etməyə çalışan təkamül nəzəriyyəsi DNT-nin bu inanılmaz mürəkkəbliyi və nizamı qarşısında tamamilə çarəsiz qalmışdır. DNT-nin, hüceyrənin və bütün canlı həyatın çox üstün və nöqsansız bir yaradılışın məhsulu olduqları açıq-aşkar məsələdir. Bu qədər üstün yaradılış olduğuna görə də sonsuz bir güc, bilik və zəkaya malik bir yaradan vardır. İnsan təbiətdəki hansı canlını müşahidə etsə, yaradanın nə dərəcə böyük bir qüdrət sahibi olduğunu görər. Təbiətdə mövcud olan milyonlarla növ canlının hər biri bir sənət əsəridir və hər sənət əsəri kimi bizə onları yaradan Xaliqi tanıdır. O, göylərin, yerin və ikisi arasında olanların Rəbbi olan uca Allahdır.